biz bunları elmi tarix adlandırdığımız məsələlərlə səhv salmayaq deyə adın qoyaq tarixi fəlsəfə. Neyin adın qoyaq tarixi fəlsəfə? O mərhələdən mərhələ keçid olan bir dərsliyi, o mərhələnin adın qoyaq fəlsəfi tarix. Tarixi fəlsəfə. Daha buna da elmi tarix qoyaq. Elmi tarix keçmişdən danışırdı. Və olmuş hadisələr, tarixə aid, daha vulkan başlayıb yox. Baxma ki, keçmişdədir o. Tarixə aid ölkələrin zəbt olunması, fətihlər, padşahlar, bu tarixi məsələlər. Bu elmidir. Amma o ki, inkişaf dövrü olur, təkamül olur, mərhələyə keçir. Bunun adını daha tarix qoymayaq. Elmi tarix qoymayaq. Çünki elmi tarix keçmiş və insanlardır. Tarixi sırf məsələlərdir. Burada qoyaq tarixi fəlsəfə. Üçüncü tərif tarixi fəlsəfə, tarix barəsində. Adətən, cəmiyyətin qeyri-təkamül hərəkətlərinə aid olan elmi tarixin məsələləri ilə, yəni o ki, keçmişə aid orada bir inkişaf yox idi, irəliləmə yox idi. Elmi tarix baş verib, məsələn, filan şəhər işğal olundu, fəth olundu və s. Bu arada qeyri-təkamül, burada inkişaf yoxdur. Fəth olundu, qaldı orada. Cəmiyyətin təkamül hərəkətlərinə aid olan tarixi fəlsəfə məsələlər arasında fərq qoyulmur. Belə məsələnin özü bir çox problem ortaya çıxarır. Deyir, tarixi fəlsəfə başqa bir şeydir. Mərhələdən keçiddir. Elmi tarix başqa bir şeydir. Bunların fərqi var. Adam deyir, tarix o tarixdir. Nə olur tarix qoy? Deyir, yox, bunların fərqi var. Hamısının bəhs etdiyi mövzu var. Ümumilikdə hamısı tarix adı var. Məsələn, tibb elmdən tibbdə hamısı var da. Axı, sən dəyişik salmalı deyilsən diş həkiminin işi ilə göz həkiminin işini. Nə olsun tibbdir? Hamısı tibb elmidir. Bu diş üzrə bir elmdir, bu göz üzrə bir elmdir. Bunların axı sahələri eyni olsa da, bunların işləri ayrıdır. Gözün ayrıca funksiyası var, müalicəsi var, dişində həmsinin. Yəni, deyə bilmərsən ki, diş həkimi demək göz müalicəsinə biri deyir, yox, bunların öz işi var. Tarixi fəlsəfə başqa bir şeydir, elmi tarix başqa bir şeydir. Tarixi fəlsəfə, yəni elmi tarix kimi cüzi deyil. Elmi tarix nə idi? Cüzi idi də, keçmişə baş verdi, qutardı. Tarixi fəlsəfə nədir? Cüzi deyil, ümumidir və küllidir, yəni ümumi. Yəni hər şeyə aid, hər dövrə aid, hər dövrdə insanların bir cəmiyyətinin mərhələdən mərhələ keçməsinə aid olan məsələləri araşdırır. Nəinki sırf keçmişi, hamısın. Tarix elm keçmiş dedi, filan hadisə baş verdi. Amma bu isə deyir, niyə baş verdi? Bunun səbəbi nə idi? Nə idi bunun səbəbi də? Səbəbi ortaya qoyur və hər dövrdə olan keçidləri təhlil edir. Ümumidir, hər dövrə aiddir və niyələrini araşdırır. Küllidir, ümumidir. Yəni bir şey məhdudlaşmayıb, yəni o da nə? Cüzi deyil. Nəqli deyil, əqli elmdir. Nəqli nədir? Yazılma yolu ilə çatıb bizə ki, Şah İsmail filan, Şah Təhmasib filan, Nadir Şah filan. Nəqlidir, yazılma yolu ilə. Əqli nə idi? Təhlil. Niyə belə bir şey oldu? Niyə? Niyə Şah İsmaillə Sultan Sələm belə elədilər? Bunun səbəbi nə idi axı? Tarix sənədi olub, yazılı. Elm sənədir, əqli sənədir. Əqli yolu, yəni ki, din niyə oldu? Bunun səbəbi nə idi? Axı, nə olub birdən-birə baş verdi? Ki, müsəlman tayfa filan və s. Ancaq elmi tarixin əksinə olaraq cəmiyyətin idisi yox, keçmişi yox. Olmağı haqqında olub elmdir. Həmçinin elmi tarixin əksinə olaraq tarixi fəlsəfə məsələlərinin tarixi olmasını gücləndirən keçmiş zamana aid olmaları deyil, keçmişdən başlayıb indiyə qədər davam edən və gələcəkdə də davam edəcək bir elmdir. Belə məsələlər üçün zaman yeganə amil deyil, bir neçə amildən ibarətdir. Tarix elmi hər üç mənada faydalıdır və dəyərlidir, xeyirlidir, hamısını qəbul edirik. Hər üç tərifini də qəbul edirik. Hətta nəqli tarix, yəni şəxslərin həyatından danışan tarixnamələr,
O da qəbul edirik. Sırf, məsələn, Lomonosov danışıq tarix. Tarixdir, bəli. Nəqlidir, bəli. Cüz'idir, bəli. Bir dənə xırda məlumat da cüz'i. Mendeleyev, Galiley, Kolumb. Hə, tarixdir, bəli. Yəni demirik ki, pisdir, ziyandır, lazım deyil. Yox, bunlar demirik, məlumatdır. Bizə ziyan deyil bunların. Hətta nəqli tarix dedi bunu. Hə. Bu onların hansı şəxsin həyatına aid olmalarından, onların həyatının hansı aspektlərini, hansı cəhətlərini, yəni Şiqalısan asıdır. Yəni bu insan da dedi ya, keçmişdə falan insanlar olublar. Bunların bir mövqeyi nə idi? Adların bildiyi, adların bilən insan istərsə bir mövqeyi araşdırır, əqidəsi nə idi? Məsələn, Nəsimi olub, bəli. Bu nə əqidəsi? Ha, başda artıq orada əqli işi salmağa. Tarix səhəddir Nəsimi olub. Ağız səhəddir Hasim Əsəbdə olub.